Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən bəziləri iddia edir ki, qazanclarına cərimə ödəyirlər. Onların sözlərinə görə avtobus zolağına daxil olarkən 100 manat 2 bal cərimə balını, avtomobil zolağında saxlayarkənsə 80 manat 2 cərimə balını gözünün önünə gətirməlisən. İndi ortaya maraqlı bir sual çıxır. Taksi sürücüləri nə etməlidir? Sürücülərin canını boğazına yığan problem nə vaxt bir dəfəlik həllini tapacaq? Təfərrüatlar sujetdə. Səhər getmişəm, müştərini düşürtmüşəm. 10 metrə addımı atan kimi görürəm. 80 manat 2 bal gəlib. Bax baba bu daha. Bax şəklini də vururam, baxın. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobili saxlayıb sərnişin götürüb düşürməkdən qorxurlar. Çünki sərnişini düşürmək üçün avtobus zolağına daxil olsa 100 manat 2 bal, avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqda saxlayanda isə 2 cərimə balı 80 manat məbləğində cərimələnirlər. Bir sözlə deyirlər ki, qazancımız cəriməyə gedir. Gəncliyim o. Bunu müştərinin düşməyi ilə minməyin arasında 10 saniyə, 7 saniyə fərq olar yox. 80 manat 2 bal. Şəhərin centrindədir. Saxlamağa icazə yoxdur, düşürtməyə icazə yoxdur. Bu məktəbdir, tələbə aparırsan, harada düşürtməlisən bunu? Parkingi də yoxdur ki, deyim parkingi var. Sürücülər deyir ki, vay o günə ki, sərnişin səni avtobus zolağının yaxınlığında gözləyər. Həmin sərnişini götürmək üçün sürücü cərimənin qorxusundan bir neçə kilometr uzaqlıqdan dönüb qayıtmağa məcbur olur. Belə məqamda isə sərnişin bezib sifarişi ləğv eləyir. Müştəri götürmək olmur, düşürtmək olmur. Harada saxlayırsan 80 manat 2 bal. Vergini verirsən, fikirləşsən ki, mən saxlaya bilmirəm, dura bilmirəm, avtobus yoluna girə bilmirəm. Mən bunu əgər eləyə bilmirəmsə, bu vergini nə üçün verirəm? 80 manat cərimə gəlib, saxlayırsan müştərini düşürürsən, bir cərimə gəlir. Bəs bu müştərini biz harda düşürürük? Taksilər üçün şərait yaratsınlar ki, biz də girə bilə ora. Allah eləməz, müştərini düşürtdüm. Avtobus vursa nə edəcək? Kim cavab verəcək? Mənim öhdəyinə qalırdı o. Bir dənə müştəri düşürə bilmir. Düşürdən kimi 80 manat yadır. Müştəri də başlayır narazılıq eləməyə. Deyir mən burada düşməydim, aparım mən qabaqda düşürdürsən. 620 manat cəriməm var. Gedirəm, saxlayıram 5 metrə qalmış, deyirəm ki, ay xanım, burada dayana bilmərəm. Gedirəm 3 kilometr yol getmişəm, gəlirəm, orada dayana bilmədim ki, götürəmədim ki, atqaz edir. 800 manat cəriməm var, 11 balım var. Elə ehtiyatla sürürəm ki. Ekspertlər hesab edir ki, bu cür vəziyyətin yaranmaması üçün taksi sürücülərinin avtobus zolağına daxil olmasına mütləq şərait yaradılmalıdır. Çünki taksi də ictimai nəqliyyatın bir növüdür. Digər ictimai nəqliyyat növünə yaxşı şərait yaradıb, digərini pis vəziyyətə qoymaq bu düzgün deyil və bu müzakirələr, bu təkliflər artıq deyəsən hədəfə çatıb və bildiyim qədərilə həm Dövlət Yol Polisi, həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələləri müzakirə edir. Bir neçə nöqtədə artıq yerlər müəyyənləşdirilib ki, bu nöqtələrdə taksilər avtobus zolağına daxil olub sərnişinləri mindirib düşürə bilərlər. Bu da vaxt məsələsi qoyulacaq ki, tutaq ki, 1 dəqiqə, 2 dəqiqə ərzində maksimum sərnişinin minib düşmə vaxtını hesablayıb bunu həll edəcəklər. Bu bütün nəqliyyat vasitələrinə aid olmalıdır. Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, bu problemlərin həlli məqsədi ilə yeni cəlbetmə məntəqələrinin yaradılması nəzərdə tutulur. Bu məntəqələrin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkili nəzərdə tutulur. Həmçinin Tbilisi prospektində, Abbas Mirzə Şərifzadə küçəsində, Ulduz metro stansiyası ətrafında, Gənclik molunun yaxınlığında taksi mini avtomobilləri üçün duracaq, həmçinin minib düşmə yerləri təşkil edilib. Layihənin paytaxtın digər ərazilərində də həyata keçirilməsi üçün təhlillər aparılır. Bu layihənin tətbiqi ilə taksi sürücülərinin bu probleminin də həll olunacağı gözlənilir.